Talasemiya irsi genetik qan xəstəliyidir. Adətən valideynlərdən övladlar xəstəlik genetik yolla, xromosom yolu ilə ötürülür. Ağırlıq dərəcəsinə görə talasemiya mayor, böyük talasemiya xəstəliyi, bu zaman şikayətlər yeni doğulmuş dövründən etibarən başlayır. Ciddi qan azlığı, hepatosplenomeqali dediyimiz dalaq qaraciyər böyüməsi, bilirubin səviyyəsinin yüksəlməsi və sair kimi ciddi şikayətlərlə özünü göstərir. Bu xəstəliyin gedişatında 2-4 həftədən bir eritrosit kütləsi, qan köçürülmə ehtiyacı yaranır. Talasemiya minor, digər adıyla talasemiya daşıyıcılığı isə səssiz gedişata malikdir. Bir çox hallarda fərdlərin talasemiya daşıyıcı olduğunun fərqində belə olmurlar. Bir də talasemiya intermedia, yəni aralıq forma dediyimiz talasemiya mayora görə mülayim şikayətlər, talasemiya minora görə isə ildə 1-2 dəfə eritrosit kütləsi, yəni qan köçürmə ehtiyacı hiss olunur. Talasemiya daşıyıcılıqları bir çox hallarda özünü klinik biruzə verməsə də vaxtında aşkarlanması mütləqdir. Son 10 ilə yaxındır ki, talasemiya daşıyıcılığın talasemiya xəstəliyinə görə skriningi nigah öncəsində dövlət proqramına əsasən icra edilir. Və bu talasemiya daşıyıcılığının vaxtında aşkar edilməsi talasemiya xəstəsi ilə doğulacaq uşaqların qarşısını almaq üçün zəruri addımdır.